Bir gün dedilər ki, Kufə bazarındakı bir dinsiz kafir qiyam eləyib, onu öldürənə pul mükafatı verirlər. Gedib anasına dedi, ana bir kafirlə döyüşə gedirəm, onu öldürüb pul qənimət əldə eləyib, səni apararam Ağam Hüseynin ziyarətinə. Bir gəlir bu Yaqub Aşura günü çatır Kərbəlaya. Gəlir Ömər Sədə deyir ki, mən gəlmişəm qənimət əldə eləyim. Dedi, yaxşı vaxtında gəlmişsən, o yaralı görürsən, onun get başını bədənindən ayır, ondan sonra mükafatı al gel. Əldə xəncər, ləbi qodalə yetişdi nigaran. Gördü bir yarəlidir, sinəsi peykan dolusu. İki ziba gözünün kasələri qan dolusu. Tir-u xəncər əlinə vermiş əcəl naməsini, dağıdıb nizələr əynində olan caməsini, tazə yaquti edib qan yaşıl əmmaməsini, razı həqqin əcəba bəndə-i ziba təri var, bu gözəl qamətə səd heyf ola qam bəstəri var, surətindən ki Hicaz əhlinə çox bənzəri var. Mənə isbat deyil, bu yaralı mücrimdir, gözün açsaydı, danışsaydı bilərdim kimdir. Bir xəncər əlində dayanıb yazır ki, gördüm mehmanını avarə rəis-ü səqələyn, cəddi peyğəmbər öpən gözlərini açdı Hüseyin. Bir gözün açdı, baxdı, dedi Yaqub gəlibsən başımı kəsməyəsən, zib elə, kəs başımı, fikr eləmə, mane olunmay, feylüvəmə. Başımı kəs, sözüm yoxdur, amma bir xahişim var səndən. Tez qayıt get, müntəzirun var, edir əs-saət dua, İbn-i Sədə başımı vermə, apar ver anova. Deyir, baxır, deyir, ağa sən kimsən ki, mən adımı deməmiş adımı çəkdin, adımı dedin. Baxır, deyir ki, anovun xatirinə bura gəlibsən, bilirəm. Get anova denən, getməyin yəsribə təğyiri məkan etdi Hüseyin. İtrətin çöllərə saldı, nigaran etdi Hüseyin. Anası Fatimənin bağrını qan etdi Hüseyin.